Quranı oxumuşuq. 5 dəfə oxumuşam mən. Nəyi oxumusansa? Tərcümə. Tərcüməni tam oxumayın baxın. Yox, Mən elə olanda... 5 dəfə oxuyurum. Deyirəm 55 dəfə də oxusun, sən oradan heç başa düşməyəcəksən sən. Hər dəfəsində də o hayal kırıklığına uğrayacaqsan. Bu olmayacaq bu məsələ. Bunun yolu var, yöntəmi var. Doğru yanaşma, Allahın bir o heyvan əhəlləşdirəni dərs keçirsənə ki, heyvana necə yaxınlaşarsan, heyvana. Ki, belə yaxınlaşsan, heyvan səndən hürkər, hələ bilər düşmən sənə gərək belə yaxınlaşasan, yan-yanı gedəsən, gözünə baxmayasan. O qədər şeylər açır adam üçün ki. Halbuki heç bir yırtıcı insanın nəfsi kimi təhlükəli deyil. Amma özü girir, Quranın içərisində bir dənə trüklar eləyir ki, baxırsan ki, o ki, tamam başqa sözdür bu, sən haranı getirib, hara götürürsən. Günahlardan hələ ən böyüyü bu da Quran ayəsini təhrif eləmək falan bu məsələlərə zülm demir, daha da artıq deyir. Mən əzləməm. Zülm yox, daha zalimlər olar, daha zalimlər. Niyə? Biz zahirdə bir adamın günah eləməyin görərik, o başqa şeydir. Əsas onun o altında o təfəkkür bazası var, onu ki xərab elədin. Nəşim kinosunca deyirik, yaxşı deyirik, bir dənə ayaqqabı tikən çarıqçı. Pis olsa, naqis olsa, cəmaat çox zərər deyildi, olmaz da. Hamı pis ayaqqabı giyinər və salam. Amma vay o gündən ki, bir məmləkətin müəllimi, alimi, yəni o təfəkkür bazasını hazırlayan adam naqis olsa,